Rəşid müəllim, vəzifə hərisliyi sizcə millidir ya ümumbəşəri? Ümumbəşərdir. Vəzifə hamı istəyir. Mən həqiqət söyləyim ki, buraya girən kimi elə bildim özüm mən nazirəm. Stul yaxşıdır, kreslo gözəldir. Hamı səndən qorxur, belə çəksin. Mən sizə bir şey deyim, insanlarda ambisiya var. Ambisiya nədir bilirsiniz? İnsanlarda, mən açıq deyirəm, insanların özündə ya sözü var. Mən. Mən. Bəli. Və belə bir xəstəlik var, ona şizofreniya deyirlər. Şizofreniyanın iki forması var. Maniakal forması, depressiv. Depressiya bir küncə sıxılır və heç kəslə işi yoxdur. Amma maniakal forma özünü böyütmə ideyaları. Mən Leninəm, mən Marksam, o daxilində deyir, məndən yoxdur. Siz elə bilməyin ki, bu küçədə gəzən insanların hamısının əqli cəhətdən normaldır. Aha, bu maraqlıdır.